Azərbaycanda həbsdə olan Ermənistan vətəndaşı Ruben Vardanyana fevralın 17-sində hökm oxunub. Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələrlə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə açıq məhkəmə iclasında yekun məhkəmə qərarı, yəni hökm elan olunub. Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə Camal Ramazanovdan və Anar Rızayevdən ibarət tərkibdə ehtiyat hakim Günel Səmədovanın iştirakı ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxs bildiyi dildə, yəni rus dilində tərcüməsi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub. İclasda təqsirləndirilən şəxs, onun müdafiəçisi, zərərçəkmiş şəxsin və zərərçəkmişlərin hüquqi varislərinin bir qismi və onların nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar, həmçinin Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti aparatının rəhbəri Rüfət Məmmədov iştirak edib. Hökmə əsasən Ruben Vardanyan qəti olaraq 20 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Xatırladaq ki, məhkəmə iclasında dövlət ittihamını müdafiə edən prokuror təqsirləndirilən Ruben Vardanyanın ömürlük azadlıqdan məhrum olunmasını təklif etmişdi.